Uyğur dövləti haqqında danışaq. Uyğur dövləti haqqında ümumiyyətlə Uyğur tayfaları haqqında ilk məlumatlar 2-ci əsrə aiddir. Məlumatlara əsasən onlar mahir ovçular olmuşdular. Çin mənbələrində verilir bu məlumatlar və onlar Göytürk xaqanlığının ordusunda xidmət etmişdilər dövlət yaratmamışdan əvvəl. Qutluk Bilge Kül Xaqan isə Karluk və Barsil tayfalarını öz ətrafında birləşdirmiş və Uyğur dövlətini yaratmışdı. 744-cü ildə paytaxtları Ordu şəhəri olmuşdu. Qutluk Bilge Kül Xaqan 744-dən 45-ci ilə qədər hakimiyyətdə oldu. Daha sonra isə Moyonçur Xaqan gəlir. Moyonçur Xaqanın hakimiyyətə gəlişini ilk dövrlər razılıqla qarşılamasalar da, amma sonra o öz hakimiyyətini möhkəmləndirmişdi. Məsələn, Çinin ipəklə onlara xərac verməsinə səbəb olmuşdu. Belə ki, Talas döyüşü olmuşdu. Bilirik ki, Çinlilərlə ərəblər arasında 751-ci ildə həmin döyüşdə ərəblər Çinlilərə qalib gəlmişdi və Çinlilər Mərkəzi Asiyadakı torpaqları tərk edib getmişdilər. Qutluk Bilge, daha doğrusu Moyonçur isə həmin torpaqları öz əlinə keçirtmiş və anası Çinli olan, anası türk olan Çin sərkərdəsinə kömək etmişdi hakimiyyətə gətirməyə və həmin imperator isə Moyonçura ipəklə xərac verməyi öz öhdəsinə götürmüşdü. Moyonçurdan sonra hakimiyyətə Bögü Xaqan gəlir. Bögü Xaqanın dövründə Çini artıq Tan sülaləsi idarə edirdi və o Tan sülaləsinin özündən asıllığını davam etdirmiş və ipəklə xəracı Çinlilər yenə də ödəməyə davam etmişdilər. Bögünün dövründə maniçilik təlimi qəbul edilmişdir. Maniçilik təlimi məzdəklərdən əvvəl İranda yaranmış təlim idi ki, burada xeyirlə şərin qələbəsi mübarizəsi zamanı xeyrin şər üzərinə qələbəsinə inanılmadığına görə bu təlimi qəbul edən dövlətlər müharibələrdən imtina edirdilər. Bu isə əyanların xoşuna gəlmir və ona görə də Bögü Xaqana qarşı çıxmağa başlayırlar. Nəticədə Uyğur dövlətində də bəzi türk dövlətlərində olduğu kimi dini pərəkəndəlik meydana gəlir və artıq 9-cu yüzilliyin əvvəllərindən başlayaraq xaqanları öldürürlər, sui-qəsdlə, dini pərəkəndəlik olur və nəticədə qırğızlar bunu görür və bu zəiflikdən istifadə edərək 842-ci ildə Uyğur dövlətinin varlığına son qoyurlar. İpək yolu üzərində yerləşən Uyğur dövləti şəhər salmaya, ticarətə xüsusi fikir verirdi və Avropalılardan əvvəl kağız istehsalını və mətbəəni onlar yaratmışdılar. Eyni zamanda kitab çapını da Uyğurlar yaxşı bilirdilər. Danışacağımız digər dövlət isə Xəzər dövlətidir. Bir də Uyğurların ərazisinə baxaq. Məsələn, Uyğurların ərazisi Göytürklərinki kimi geniş deyil. Göytürklərin ərazisi Xəzər dənizindən Koreyaya, Çindən, Hindistanın şimalından Sibirə qədər ərazini əhatə etdiyi halda Uyğurlar Xəzər dənizinə qədər gedib çatmamışdılar. Əraziləri Altaydan Manchuriyaya, cənubda Qobi səhrasına qədər göstərilmişdi. Bəli, danışacağımız başqa bir dövlət isə Xəzər dövlətidir. Xəzər dövləti əvvəl Qərbi Göytürk dövlətinin varisi olmuşdu. Yəni, Qərbi Göytürk dövlətinin ərazisində yaratmışlar öz dövlətlərini. Tərkibləri Xəzər, Barsil, Sabir və s. kimi türk tayfalarından ibarət olmuşdu. Paytaxtları Bələncər, Səməndər, Sarıkel, İdil şəhərləri olmuşdu. Xəzərlərdə dövlətin başında Xaqan, Xaqanın yanında ikinci şəxs isə Xaqan bəyi imiş. Xaqanbəylər and içib vəzifəsini yerinə yetirməyə başlayan zaman odun üzərindən keçməli imişlər. Onlar Böyük Bulqar dövlətinin də ərazilərinin çox hissəsini ələ keçirmiş, Sasanilərin Azərbaycanda və Qafqazda möhkəmlənməsinin qabağını almışdılar. Xəzər dövləti ümumiyyətlə güclü dövlət idi və 8-9-cu əsrlər xüsusən Xəzər asayişi dövrü adlandırılır. Slaviyan qəbilələri Dnepr və Desna çayı arasında məskunlaşmaq üçün Xəzərlərdən icazə almışdılar. Amma Slavyanlarla hər zaman münasibətləri yaxşı olmamış, Şərq Slavyanlarını özlərinə tabe etmişdilər.
və ərəblərlə də 100 illərlə Azərbaycan uğrunda mübarizə aparmışdılar və Ərəb-Xəzər müharibələri Xəzər dövlətinin zəifləmə səbəblərindən biri olmuş, amma ərəblərin də Şərqi Avropada irəliləməsinin qarşısını Xəzərlər almışdılar. Xəzər xaqanlığının dövlət dili Xəzər dili idi, Xəzər türk dili idi. 8-ci əsrdə orada daha doğrusu Müsəvillik, Yəhudilik dini yayıldı. Əvvəl orada Obadi adlı bir xaqanın adı çəkilirdi ki, onun dövründə yayılır və nəticədə ölkədə həm müsəlmanlıq, həm xristian, yəhudi tanrıçılığı təmsil edən şəxslərin olması dini pərəkəndəliyə səbəb olacaq sonralar və bu da dövlətin zəifləmək səbəblərindən biri olacaq. Amma orada müxtəlif dinlərdə insanlar yaşadıklarına görə cürbəcür dinlərə sitayiş edən insanların birlikdə dövlət məhkəmələri fəaliyyət göstərirmiş. Ticarət yolları üzərində yerləşmişdilər, şəhər salma, ticarət bunlarda da inkişaf etmişdi. Xəzər xaqanlığının süqut səbəblərindən danışaq. Niyə zəifləyirlər onlar? Ərəblərlə çox uzun müharibələr aparırlar. Eyni zamanda Peçenkilərin hücumları da onları zəiflədir və nəticədə Kiyev knyazı Svetoslav 965-ci ildə Xəzər xaqanlığına hücum edərək varlığına son qoyur. 12-ci əsrdə Xəzərlərin adı son dəfə çəkilmişdi. Məsələn, testlərdə 10-cu əsrdə Salarilər və Xəzər dövlətinin oxşar cəhəti soruşulur. O zaman biz Slavyan yürüşlərini götürürük. Çünki 944-cü ildə Slavyanlar Salarilər ərazisinə, 965-ci ildə isə Xəzərlərə hücum etmişdilər. Bu qədər, izahımız bu qədər. Qaraxanlı Qəznəvi ilə davam edəcəm.